Müəllim, mən ad gün hədiyyəsi qantil veriblər. Bunlarla nə işləyə bilərəm? Nə qəşəng hədiyyə veriblər sənə. Əli müəllim göstərsin sənə nə işləmək, əfsanə. Qantellərlə girir. Əsas qantellərlə işləməyimiz məqsəd qantellə bir yerdə zərbələrin gücünü artırmaq məqsədi ilə. Qantellərlə işləyirik, var gücü ilə vurulan zərbələr sırf zərbələrin gücünü artırmaq məqsədi daşıyır. Yandan, altdan. Bütün zərbələr altdan hamısını və qantellərlə işləyəndən sonra qantelləri qoyuruq və qantellərdən sonra əllər avtomatik şəkildə öz-özünə sürətlə uçmağa və qantelsiz başlayırıq işləməyə daha maksimal sürətlə zərbələri vurmağa. O ki, bu məqsəd zərbələrin sürətini artırmaqdır. Yəni bir güllə ilə iki dovşanlı vururuq. Həm zərbənin qantellə, zərbənin gücünü artırırıq, əzəllərin dözümlüyünü, əllərin. Həm qantelsiz zərbələrin sürətini artırırıq və salam. Neçə raund işləsin? 6 raund bəs. Bəli, 6 raund. 3-3. 3 raund qantellə, 3 raund qantel. Gedim o Bəli. Götür. Qantellə ad gün hədiyyəvi götür.